Klaustrofobiya nədir? Klaustrofobiya daha düzgün terminlə desək, klaustrofobiya qapalı və dar məkanlarda güclü və nəzarətsiz qorxu hissidir. Bu spesifik fobiyalardan biridir. İnsan nə zaman qorxu yaşayır? Liftdə olduğu zaman, MRT müayinəsi zamanı, pəncərəsiz otaqda olduğu zaman, tunel, təyyarə, sıx izdihamlı yerlərdə bu kimi problemlər özünü göstərir. Psixoloji və fiziki simptomlardan danışdıq isə, əsasən ürək döyüntüsünün artması, nəfəs darlığı, boğulma hissi, tərləmə, baş gicəllənmə, buradan çıxa bilməyəcəm düşüncəsi, panik atak olan insanların klaustrofobiya çox dəhşətli bir təsir göstərir. Bəzən insan real təhlükə olmasa da beyindən çıxış yolu yoxdur kimi siqnallar aktivləşir. Bu zaman nə etmək lazımdır? Bizə müraciət etmək lazımdır. Əgər sizdə də fobiyalar, xüsusilə də klaustrofobiya varsa, mütləq buyurub bizə müraciət edin, bizlə əlaqə saxlayın və tez bir zamanda bu kimi problemləri aradan götürün.